kitaba keçid alacağam. Çünki Oyun Mən kitabı elə o kitablardandır ki, uşaqları məhəlləyə, dostluğa, çoxlu ətrafa, hətta yad uşaqlarla belə oynamağa cəlb edir. Əvvəlcə onu deyim ki, mənim hər övladımın adına kitabım var idi. Bilmirəm bilirsiniz yoxsa yox. Yox. Qorxmaz bir macəra kitabım Həmzə üçün idi, böyük oğluma. Ondan sonra Aytəmiz kitabım, 40 hekayə. O da Asiya qızım üçün idi. Yəni əsas obraz olaraq. Təbii ki, onların xüsusiyyətində lazım olanları ehtiyac görüb yazmışam ki, o birilərə də bu bir şey olsun, o biri uşaqlara da. Qorxmaz bir macərada cəsarətin mənəviyyatda olduğunu açıqlamışdım mən oğlanlara xüsusən. Qızlarda təmizliklə bağlı Aytəmiz var idi. Mariya İşıltısı Məryəm qızıma aid idi. O da həşərat fobiyası ilə bağlı yazmışdım, qorxuları yeməklə bağlı. Bu isə 4-cü Osman üçün yazılan bir kitabdır. Oyun Mən. Osman adına biraz uyğunlaşdırmışam. Təbii ki, bizim uşaqların yaddaşında qalan komikslər var idi, Spider-Man digərləri. Oradan yol alaraq milli bir komiksi yaratmışam və deyərdim ki, ölkədə, yəni tam araşdırandan sonra bunu etdim ki, rahat bu cümləni işlədə bilim. Ölkədə ilk uşaq komiksini müəllif olaraq mən yazdım və rəngli illüstrasiyalarla və düşündüm ki, uşaqların oyunları ilə bağlı ən yaxşı janr komiks janrı ola bilərdi. Çünki biz bir bənövşə bəndə düşə öyrədiriksə, bunu cümlə ilə öyrətmək daha doğru olmayacaqdı. Bunu qaydalarla, şəkillər üzərində öyrətmək, daha az sözə yer vermək. Çünki bənövşə bəndə düşə oyununda nə qədər söz var ki? Bənövşə bəndə düşə, bizdən sizə kim düşə və salam. Və sonra oyun baş verir. Mən 31 oyunu bizim 3 hissəyə böldüm. Bizim uşaqlıq oyunlarımız, bizim milli irsimiz olan, hansı ki, müəyyən bayramlarda, milli bayramlarımızda onlar ayaq saydıdır, şəkərburadır, bunlar oynanılırdı irsimizi gələcəyə aparmaq üçün və indiki dövrün uşaqlarının o isti kartof, səssiz sinema kimi oyunları. 3 qismdə 31 oyunu bura daxil etdim və o oyunların içərisində stolüstü oyunlar da var. Oyunların içərisində həyətdə, məhəllədə oynayacağımız oyunlar da var və orada motorik oyunlar da var. Və nəzərə alsaq ki, və əsas üzərində bir tablo verdim. Stop telefon, start oyun dedik biz. Oyun Mən obrazı uşaqlara təklif edir ki, gəlin artıq telefonlarımızı qırağa qoyaq və oynamaq üçün gedək. Və komiks janrında Gizlənqaç, 7 şüşə, bütün bizim o Xan Vəzir, hətta mən sizə deyim ki, mən bu kitabı yaza-yaza dərk edirdim ki, bu kitaba nə qədər ehtiyac var məhz bizim ölkədə. Niyə görə? Çox oyunlarımızın artıq itib batmaq üzrə olduğunu gördüm və onlar haqqında, qaydaları haqqında mənə məlumat verəcək insanlar çox az saydaydı. Elə oyunlarımız var ki, mən düşünürdüm ki, bunu mən hardan, məsələn, mən Xan Vəzir oyununun qaydasını, necə qayda olaraq çox axtardım, öz qardaşımdan öyrənə bildim ki, bunun qaydası necə idi. Mən hətta öz övladlarıma deyəndə dedilər, ana bu mafiya oyunudur da, bizim oynadığımız mafiya oyunudur. Mən deyirəm, bizim Xan Vəzir oyunumuz var idi. Və bəzi oyunların heç adlarını mən tərcümə etmədim. Kis-kis, miyo-miyo oyunu kimi. Yadınızdadır o oyun. O oyun amma bizə çox şeyləri öyrədir. Və eyni zamanda ad, şəhər, kino, heyvan adları bununla bağlı. Kim, necə, harada, nə edir? Yadınıza gəlir bu oyunlar. Bu bizim həmin oyunlar məqsəd bir bayramlarda, bir qohumlar bir yerə yığılanda mən elə düşünürdüm və mən öz uşaqlarımda da görürdüm ki, biz onlara təklifi etsək, tələbat yaranacaq. Biz onların öz dilindən danışmalıyıq. Onlar əgər telefona bir vasitə kimi əllərinə götürüb oynadırlarsa, biz bu kitabı da hardasa bir yerdə onların qarşısına qoysaq, bezib yorulan an, mən inanıram, elə bir məqam da gəlir. Əllərinə bunu götürəcəklər və deyəcəklər, gəlin bir dənə də oyun oynayaq. O məqsədlə yola çıxdım və düşünürəm ki, yay tətilinin vaz keçilməzi oldu və ən əsas məqam sonda Oyun Mən telefonları yığır və deyir ki, gəlin, mən sizə oyunların faydasını deyim. Burada bax, psixoloji məqam var ha. Və deyir, Gizlənqaç bizə fiziki sağlamlıq öyrədir. 7 şüşə nə öyrədirdi bizə? Cəldlik öyrədirdi, cəldlik. Ortada qaldı, aktiv olmaq öyrədirdi. Şəkərbura dostluğu öyrədirdi, hündürlüyü bu boyda. Tut əlindən dart, kimi sevirsən və sən orada sevgini göstərirdin. O uşaq sevinirdi, məni sevən var. Göz bağlama nəyi öyrədirdi bizə? Duyaraq hiss etməyi öyrədirdi. Və klas
oyunumuz var. Onu da verdim bura qaydalarla. Tarazlığı qorumağı öyrədirdi. Yadınızdadır? Bir Bəli, ayaq üstə bəli. dayanmalıydıq biz. Hündürə çıxdı, nə öyrədirdi bizə? Çevik olmağı öyrədirdi. Ayaq saydı, bizi saymaq bacarığı. Stul tutma var, diqqət bacarığı, isti soyuq təxmini öyrədir. Ad şəhər, dünya görüşü öyrədirdi bizə. Biz nə qədər söz bilirik. Elə bir oyun yoxdur ki, o oyunda fərqli, oxşamayan, fərqli bir mütləq fayda olmasın. X-Nolik oyunu strategiya qurmaq öyrədir bizə. Strategiya bildiyiniz və bu bizə lazımdır, düşünürəm, hər bir Elə valideynə bizim lazımdır, hər uşağa lazımdır və nəzərə alsaq ki, oyunlarımız bizim milli irsimizdir. Biz nəşriyyat olaraq da milli mənəvi dəyərlərə yönəlmişik. Mən düşünürəm ki, tam yerinə düşmüş bir kitabdır. Bu Çox komiks gözəl, çox janrındadır gözəl. və düşünürəm ki, əyləncəlidir. Mütləq hər stolda olmalı bir Mütləq kitabdır.